Dostlar, bir mövzu ilə müraciət etmək istəyirəm. Hüquq fakültəsində oxuyanlar, hüquqşünaslar üçün bəlkə maraqlı olar. Qanunvericiliyimizdə yazılır ki, kişi ilə qadının hüquqları eynidir. Amma ərlə arvadın hüquqları bərabərdir. Bərabər. İki baxışda bu eyni və bərabər sözü bəzən mahiyyət etibarilə bizə oxşar və eyni görünür. Və fərqlər nədir? Niyə kişi ilə qadın eynidir, ərlə arvad bərabərdir? Bu bizim nəyimizə nə verir? Kişi, qadın. Bu bizim təbiətimizdən gələn bir şeydir. Kişi kimi və yaxud da qadın kimi doğulur. Arvad isə bizə qanunvericiliyin verdiyi normativdir. Belə olan halda kişi ilə qadının hüquqlarının eyni olması ontolojidir. Ər və arvadın bərabər olması isə normativdir. Yəni dəyərlərə bağlıdır, qanuna bağlıdır. Kişi ilə qadın hüquqlarının eyni olması nəyə bağlıdır? Təbiətdən bizim eyni gəlməyimizdən də bağlıdır. Yəni kişi, qadın fərqsizdir. Ər, arvad arasındakı hüquqları, münasibətləri fərqli ola bilər, amma balanslıdır. Məsələn, biri anadır, biri atadır, biri məsələn, uşağı özündə saxlayır, digəri aliment verir. Bu qarşılıqlı ola bilər. Ər də verə bilər, arvad da verə bilər. Yəni, mövzu uzundur, genişdir, amma qısa şəkildə bunu bilməklər bizə vacibdir ki, kişi ilə qadının eyni olması ontolojidir, varlıq məsələsidir, təbiətdən gələndir. Ər və arvad isə bizi qanunvericiliyə adlandırır və bu normativdir. Bu bərabərlik dəyərlərdən və bizim aramızdakı balansı göstərir. Belə.